Salam xanımlar, kanalıma və yeni vloguma xoş gəlmisiniz. Bu vlogu ilk dəfə səsləndirirəm. Biraz həyəcanlıyam, ona görə səhvim olsa əvvəlcədən üzrlü sayın. Artıq yazın nəfəsi hiss olunur, güllərimiz də açıb. Amma qızım qoparır, güllər ona görə də çox yaşamır bizdə. Yoldaşım da meyvə və lazım olan ərzaqları alıb gətirib. Mən də onları yerləşdirib həyətə çıxaram. Çünki bağda ediləcək işlərim var. Hava da yaxşıdır, onları etmək istəyirəm. Bu da həyətimizin pişiyidir. Mən pişikləri çox sevirəm. Elə ailəcək hamımız pişikləri çox sevirik. Uşaqlığımdan evimizdə həmişə pişik olub və indi də onsuz həyətimizi təsəvvür etmirəm. Mənə boş görünər. Ev yeməkləri də yeyir. Ev yeməklərindən də artıq qalanları verir, yeyir. Və belə alınma yeməkləri də çox sevir. Və biz də həmişə alıb ona veririk. Bu isə ambarımdır. Qış üçün hazırladığım bütün ərzaqları burada saxlayıram, bankaları. Boş bankalardan da göründüyü kimi artıq xeylisini istifadə etmişik. Demək olar ki, çoxunu öz əkdiyim məhsullarla qışa hazırlıq etməyi çox sevirəm. Üzüm yarpağını da özüm hazırlamışdım. Həyətimizindir. Həm bankada, həm də belə plastik qablarda qoymuşdum. Artıq bitib, ikisi qalıb. Birini götürürəm ki, axşama dolma bükmək istəyirəm. Yollanıram ilk öncə bağ işlərimi görüm. Yaz yaxınlaşdığı üçün bəzi ağacları torpağa köçürmək, bəzi bitkilərin isə toxumlarını kubiklərə əkmək istəyirəm. Bizdə kubik deyilir. Apreldə torpağa köçürmək daha rahat olur. Mənə lazım olanları götürüb yollanıram. Balaca qızım da mənimlədir. Kömək etməyi çox xoşlayır. Mən ağac əkməyi də çox xoşlayıram. Yəni yayda yediyimiz hansısa bir meyvənin tumlarını ya yaxınlığı bir yerdə və ya dibçəyi dibinə falan atıram. Oradan ağac çıxsa əgər, yəni sonra onu götürüb yerə köçürürəm. Bu mənə çox xoş olur. Belə özümün yetişdirdiyim bir şey olsun. Çünki düşünürəm ki, bizdən yadigar qalan bir şeydir. Məncə ağac insanın özündən sonra qoyduğu ən gözəl yadigarlardan biridir. Düşünürəm ki, gələcəkdə evladlarımız onun kölgəsində oturacaq və ya meyvəsindən yeyəndə bizi xatırlayacaqlar. Bu ərik ağaclarıdır. Oğlumla birgə torpağa köçürdük. Dibçələrdə idi. Yayda yediklərimizdən dibçəyə atmışdım, yəni tumundan və 4'ü çıxmışdı. Bu isə bizdə deyilir buna yapon əzgili. Bilmirəm başqa rayonlarda və ya bölgələrdə necə deyilir. Bunu artıq 5 ildə əkmişəm. İlk nubarın bu il gətirib, ilk meyvəsidir belə deyim. Və bunu hər dəfə həyətimizə düşdükdə, çıxdıqda həyətə baxıram, çox xoşum gəlir. Mən özüm də həmişə bir həyətdən bir meyvə dərdikdə və ya hansısa bir ağacın kölgəsində oturduqda həmişə onu əkən insana sağdırsa, bir canına necə deyim, bir dua edirəm və ya rəhmətə gedibsə, nənəmiz, babamız, yəni əkibsə, onların ruhuna bir rəhmət diləyirəm və ona görə də özüm də bu işi çox xoşlayıram.
Budur əkdik. 4 ağac idi. 4 ərik ağacı, biri isə qoz ağacı idi, Yapon qozu. Ona da nədənsə Yapon qozu deyirlər, Yapon əzgili, Yapon qozu. Onların hər birini əkdik, can suyunu verdik və işimi bağda belə deyim, bitirdim. Çox istəyirəm ki, hər biri tutsun, yəni 5 ağac əkdik. Çox istərdim ki, 5-i də elə tutsun, yəni heç bir yananı olmasın. Çox istərdim. İşlərimi bitirdikdən sonra düşündük ki, bugün iftarı evdə yox, çöldə edək. Ona görə ən çox sevdiyim restorana getdik. Dənizin kənarında çox gözəl bir yerdir və mən oranın mənzərəsini çox sevirəm. Dəniz mənzərəsi var, dəniz kənarında və bu da mayakdır. İftarımızı edib qayıtdıq. Evdə isə kiçik bir çay süfrəsi açdıq. Çayımızı evdə içdik. Sonra isə istəyirəm bir şirniyyat hazırlayam. Sabaha, yəni o şirniyyat dinlənməlidir deyə istəyirəm gecədən hazırlayam. Sabah inşallah kəsib dadına baxarıq. Cheesecake dadında meyvəli və çox ləzzətli bir şirniyyatdır. Tam resepti kanalımda var. Linkini paylaşacağım. Bu şirniyyat hazır olduqdan sonra ən azı bir sutka soyuducuda qalmalıdır ki, yaxşı bərkiyib hazır olsun. İnşallah sabah dadına baxarıq. Əgər videonu bura qədər izlədinizsə, kanalıma abunə olmağınızı çox istərdim. Sağ olun və növbəti vloglarda görüşənədək göz haqqınızı halal edin.